Mahmudov azadlıqda, dəyərli Azərbaycan xalqı, Mahsud Mahmudov azadlıqda, yemədin İlham Əliyev, ala bax, ala, bunu yersən sən, sən bunu yersən, deportasiya eləyərsən, bax, budur gücümüz, budur bizim blogerlərimizin birliyi, dəyərli Azərbaycan xalqı, bütün sağ olsunlar, başda Leyla Yunus olmaqla, eləcə də Avropada, Amerikada yaşayan Azərbaycanlılar, bütün insan haqları təşkilatı dərhal hərəkətə keçdilər və bu məsələyə müdaxilə edirlər. Çox şükürlər olsun ki, Mahsud Mahmudov Azərbaycana deportasiya olunmasının qarşısına aldı. Mahsud Mahmudov hal-hazırda azadlıqdadır. Hər birimizi gözü aydın. İlham Əliyev yemədin getdi. İlham Əliyev götünü yırtma, Avropa bizim arxamızdadır. Sən İlham Əliyev bizim birliyimizi sındıra bilməyəcəksən. Sən bizim bu yumruq kimi birliyimizi dağıda bilməyəcəksən İlham Əliyev. Sən çünki şərəfsizsən. Avropa İnsan Haqları Təşkilatı şərəfsizlərin yanında deyil. Namuslu, qeyrətli, şərəfli oğlanların yanındadır. Şərəfli insanların yanındadır. Xalqını sevən insanların yanındadır. Sən yemədin Əliyev. Bəlkə də indi sən milyonlar səpələmişdin, ayırmışdın, xüsusi təyyarə yollamışdın. Arzun ürəyində qaldı İlham Əliyev. Mahsud Mahmudov azadlıqda. Bizim gücümüzü inşallah Allahın köməklə, bizim gücümüz səni var, səni İlham Əliyev. Tezliklə biz səni yıxacaq, sənin corbacor atavın heykəllərini yıxacaq. Bizim bax gücümüz tezliklə diktatura rejiminin sonunu gətirəcək biz. Çox pay oldu İlham Əliyev. Bir daha təşəkkür edirəm. Mahsud Mahmudov azadlıqda, dəyərli Azərbaycan xalqı.